Mixail Saakashviliyə hökm oxundu. Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakashviliyə hökm oxuyub. O 9 il müddətinə azadlıqdan məhrum edilib. Amma o axı çox ağır xəstədir ki, özünü idarə edə bilmir. Oxu.az bu barədə Mutavari nəşrinə istinadən xəbər verir. Bildirilib ki, Saakashvili 9 milyon lari, təxminən 5,10 nə bilim %100-də neçə milyon manatda məbləğində, %5 milyon manat belə dəyərində büdcə vəsaitlərin mənimsənilməsi işi üzrə təqsirli bilinib. Halbuki yəqin təsdiq olub, təsdiqini tapıb bu faktlar. Həmçinin Saakashvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib, lakin o cəmi 300 min, təxminən 1,7 min manat məbləğində cərimə ilə cəzalandırılıb. Saakashviliyə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı 2014-cü ildə irəli sürülüb. Bu isə Gürcüstanda pencək işi kimi tanınır. İttihama əsasən Saakashvili prezidentlik dövründə dövlət vəsaiti hesabına pencəklər, palto alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik proseduralar etdirib, sinə ilə çəkilmiş rəsm əsəri alıb, ən bahalı avtomobillər, təyyarələr icarəyə götürüb, eləcə də qol saatları əldə edib. Maraqlıdır. Məsələn, mən bunları birinci dəfədə eşidirəm. Saakashvili 2021-ci il oktyabrın 1-də Gürcüstana qayıtdıqdan sonra həbs edilib. O 5 cinayət işi üzrə təqsirləndirilir. Bundan əlavə 2 iş üzrə o qiyabi olaraq 6 il azadlıqdan məhrum edilib. Amma səhhətində çox ciddi problemlər var. Biz onun görüntülərini ən çox xəstəxanalardan, klinikalardan görürük. Yəqin ki, bu faktlar təsdiqini tapıb.